Eşksiz qalmışam, eşksiz qalmışam qəm ocağında. Dünya qəm ocağıdır axı. Eşksiz qalmışam qəm ocağında. Nə olar? Alaraq qəlbimi eşqimə çatdır. Qəlbim eşqimlədir, eşqim qəlbimlə. Nə olar? Qəlbimi eşqimə çatdır. Məncə bu bütün möminlərin, bütün Allahı sevənlərin sözü olmalıdır. İnsan öldüyü zaman bu sözü desə, Allahu Teala insanın qəlbini, insanın ruhunu şərafət və neymət içindən əks etməz. Onsuz da Allahu Teala bizim qəlbimizi, ruhumuzu, vücudumuzu neymət üçün yaradıb, cənnət üçün yaradıb. Biz onu korlayaraq özümüzü dünyaya satırıq.